Qarqom çox olduğu üçün bu dəfə hər birini ətraflı sizinlə də bölüşmək istədim. Əlbəttə ki, son endirimlərdən mən də yararlandım. Kirke'nin gördüyünüz bu 100 millimlik ətrini sadəcə 14 AZ-nə aldım endirim kodu ilə. Qoxusu isə möhtəşəmdir, ancaq qalıcılığı haqqında hələ ki bir məlumatım yoxdur. Bir də D vitamini bitməmiş oğluma yenidən D vitamini aldım. Burada gördüyünüz serumların isə hər birini bacım özü üçün sifariş vermişdi. Bir də endirimdəykən üzərində də gördüyünüz kimi Bargellodan 384 və ən sevdiyim qoxusu olan 228 nömrəli ətri sifariş verdim. Müadilləri olsa da mən Bargello ətrini çox bəyənirəm. İllər öncə bunu daha ucuz qiymətə alırdıq. Hardasa 100 millimi 7 manata falan alırdıq. İndi isə yəqin ki qiymətlərdən xəbəriniz var. Bir də çox sevdiyim o çantanı hazır endirimdəykən həm öz, həm də endirim kodu varkən çox münasib qiymətə aldım. Ümumiyyətlə son zamanlar uşaqlı bir ana olduğum üçün mənə böyük çantalar daha əlverişli gəlir və artıq çox kiçik çantaları elə də bəyənmirəm. Orijinal olan bu tuşlara isə toplamda 17 manat pul ödədim. İstifadə etməyimə baxmayaraq mən L'Oreal'dan daha çox bəyənirəm bu tuşu. Qiyməti münasib olduğu üçün bu dəfə Sinozun üz yuma gelindən aldım. Hələ ki istifadə etməmişəm, ətraflı sizinlə də bölüşəcəm. O qədər bəyənirəm ki, bu markanın jiletlərini artıq məndə ağ, bej və qara rəngi var. Yaxşı bir jilet axtarırsam, məncə almalısınız.